Esker vətən əmanəti, yurd əmanəti. Esker ocaq əmanəti, od əmanəti. Esker vətən əmanəti, yurd əmanəti. Esker ocaq əmanəti, od əmanəti. Allah sizi heç vaxt ümid qoymasın. Mən sizlərlə fəxr edirəm ki, mənim balamı gəlib yapdığınız borcu. Vallahi ne diyeyim? Hem sevinirəm, hem kədərlənirəm. Sevinirəm ki, balamı ziyaret edenler var. Kədərlənirəm ki, ümidim beni tek koydu. Bir beni azmada ben tek kalmışım. Ümid beni yok, vətəni seçti. Benim zəhmətim elimde oydu ümidim. 1 yaşımda ben onu gördüm. Bir kere de süt sabah. Ayaklarımı kavuştu, ellerimi bacaklarım vardı. Nerede çok ağırdı, tek ana için. Vallahi belki ümidim bir kardeşimi, bir atasını olsaydı ben birbirine yanmazdım. Benim için çok yanırım, hiç neden teselli alabilmiyorum ona. Vallahi biz sizin yanınızda. Ben hiç neden teselli alabilmiyorum. Bu cənnətdə ruhu şad olsun, məkanı cənnət olsun, məqamı uca olsun. Biz həmişə sizin yanınızdayıq, həmişə sizinləyik. Yeri cənnətlikdir. Allah onun üçün şəhidliyi yazır. Dürdana Hanım her şey dilde değildir. Vallahi ancak ne bileyim yola verirler gelir. Beni yandıran esas oldu ki beni yola verirler gelir. Gördüğünde ümidim şehitli. Bugün ekmeğimde bir kuşağı da olsa verirler. Ümidin bayrağı orada var. Özün göreceksin. Ümit yani göz göz dövüşür. Yani kaçıp gizlenseydi belki de kaçıp gizlenerdi. O cürne ümit görmemişti. O cürne sert görmemişti. Ümit yaralı. Ameliyata gidiyor. Ona çok kıymet etme yok dostlar. Ama onun tehdit edeyim yok. Ben şehit olurum ki bu adam yaşasın. Anam bir gün gör. Anam bir gün Anam bir gün görmeyip bu adam bir gün görsün. Ancak bilmiyorum ki ana balasız nece gün gürer. Vallahi Dürdane Hanım bunları ben hamsini ümitten sonra eylemişim. Kredi de ala ki boy müdürü inşaat olsun. Bunları bence işledim. Hemşe diyelim ki mama boy bizim mezimiz olsun, stolumuz olsun, divanımız olsun. Benim dostlarım gelende ağlarda oturacak. Ne vaktice komşudan çıkıp stol alırsan. Vallahi bunları işledim. Tövbe acı ruhuna görüleceğim ki sevinsin ruhu ki anası iniyor. Hemşe derdim ama ben senden farklıyım. Doğrudan da sen merdadırsın. Bunları hamsın ben ümitten söylemişim. Kredi de alamayacağım. Hamsı diye bir 700 mat pul alırlardı. 700 mat acaba bayramlarına giderim. Burada da dermanlarıma gider. Ben de ciğerlerimi kastederim. Bir ayın 1000 maraton derman vermişim. Anaları hiç neden Kurbanlıklarına ihtiyacı yok ya tövbe. Bir boş teselli girmişsiniz buna bilmiyorum sevindim. Ben eneyim ki siz gelip bugünkü günde beni ziyaretliyorsunuz. Gel ananın yanına. Vallahi. Torpaqlarda azad gəzdiysə, ümid kimi qəhrəmanlarımızın sayəsində. Allah ruhundan eləsin. Hər birimiz bu borcudur gəlmək. Hər birimizin borcudur sizin istəklərinizi yerinə getirmək. Ne istəyəbilirsiniz? Hanım ancak ümidimi istiyorum. Hiç neden de ihtiyacım yoktu. Bir de can ana demeye ihtiyacım var. Can. Yüreğim parçalanır. 3 yıldır ben canına diyen yoktu. Ben yüreğim her kelimemde can baba diyerdi. Ayıp gördü. Hiç ne istemiyorum. Bir de ümidimi istiyorum. Her şey boştu. Ana kurban. Her şey boştu. Dünyada boştu. Bence her şey boştu. Nefesim de boştu. Özümü boş bir yerde istiyorum. Ümidimsiz özümü hiç ne istiyorum. Boş istiyorum. Gezirem. Acaba bilmiyorum nece gezirem. Harda gezirem. Yediğimi tadını bilmiyorum. At tövbe yemediğimi tadını bilmiyorum. Ki buna tat verir. Bu meyvenin ne tadı var. Bu yemeğin ne tadı var. Rana, bugün siz ağladıkça onun ruhu narahat olur. Ana kimi heç kimin ürəyi yana bilməz. Amma bugün siz ağladıkça ümidin ruhu narahat olur.
Ancaq deyirəm, heyif ümidimdən, heyif ümidimdən. Ruhu şad olsun, mekanı cennet, meqamı uca olsun. Hər şey var, bir dənə ümidim yoxdur. Hər şey var, bir dənə ümidim yoxdur. Ben o kanını çizmişim, bağlamışım. Onu kanlı bayrağını cibinden çıkartıp vurmuşum buraya cibine. Kan içindeydi, al kan içindeydi bu. Füzuli'den gidip getirmişim bunu. Ümidimin arzuları yüreğinde kaldı. Görünür, kan izləri var burada. Kan izləri var burada. Her şey var ana. Bütün bunlar kan idi, bütün kan idi. Planjileti, bütün kan idi. Planjiletini apar vermişim sergiye. Bizim torpaqlarımızın hər qarşında bu qəhrəmanlarımızın kan izi var. Allah ruhları şad eləsin. Bütün kanıdı. Balamın bütün kanıdı. Dilimden yalamışım çoğunu. Ay, Canım, Dürdane kanım. Dilimden yalamışım bunları. Ay, Dürdane kanım. Yazında koymuşum sandığıma ki kefenime koyarsınız. Dilimden yalamışım bunları. Dilimden. Heyim benim balamdan. Heyim benim. Bilirsen ben bunu nece bağlıydım ben seni. Ay müdürüm ama ben seni. Hiç vakti hep koymayacağım ama. Hani gidirdi aparırdı. İndice aparmırsa. o cənnətdədir. Cənnəti qazanıbdır. Məqamı uca olsun, cənnəti qazanıbdır. Ay bir defa rahat olun da. Allah ruhlarını şad eləsin. Həmişə onu gələcək gələn nəsillərimiz həmişə anacaq. Həmişə o yada düşəcək. Siz olmasanız, biz olmasaq da belə o yada salınacaq. Anadan başqa nahaldı kızım. Orası Anadan elədir. başqa nahal. Orası elədir. Amma düşünəndə ki, biz bu dünyada olmayanda onlar yenə də yada Size kimi düşəcəklər. düşünenler azdı. Düzdür. Size kimler çok azdı. Her şey dilde asandı ana. Her şey dilde asandı. Acı günlerde yok. O kadar Ancaq söz bizim verenler kimlərdən oldu çox ki. olmalıdır ki. Şehitler yaddan çıkmasın. Çıxmasın. Şehitler Yəqin ki, yaddan sizin qapınız çıkmasın. açıldıqca siz bu qədər yanmazdır. Sevinirik. Ha. Siz bu qədər yanmazdır. O ana baba ben tek anayam. Yani benim dalımda kimimse olsa belki de ben bir böyle yanmaram. Bir böyle ben sizde kimlerden teselli götürürüm ki yani ben tek değilim. Ben sizden ne ihtiyacım var? Hiçbir ihtiyacımız yoktu. Biz Mənəvi dəstəyə ehtiyacımız ancak bir var. mənəvi desteğe ki balalarımızı gelip yapıyorsunuz, balalarımızı ziyaret ediyorsunuz. Bize teselli olursunuz. Borcumuzdur, Biz de sevinirik ki borcumuzdur. yani balalarımızı da oradan da isteyenler çoktu. Ancak böyle olanda biz çok pis oluruz. Bizim balalarımız ne oldu ki? Yaddan çıktı. Her şey yaddan çıktı. Her şey. Teze biraz adama neyse görürsen de gittikçe Doğru. yaddan çıkır ana. Biz Yaddan Azərbaycan çıkır. Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl şöbəsi olaraq həmişə çalışırıq ki, şəhidlərimizi anaq, onları yada salaq. Mən özüm şairəyəm, kitab yazıram. Yəni hər zaman çalışmışam ki, bundan da əlavə hər zaman çalışmışam ki, şəhid ailələrini ziyarət edeyim. Çünki bir vətəndaş kimi onu özümə borc bilmişəm. Xalqımızın vətənpərvər insanlarının sayı çox olmalıdır. Çünki onların sayı çox olarsa, bugün Məfqura ana ürəyi yana-yana ağlamaz. Yəni düşünərkən, yəni bugün Dürdane xanım gəlib, sabah başqa birisi gəlsin, bir ananı fikir eləməyə. Yəni Gələn o yoxdur. Bir dənə sağ olsun ümidimin dostları. Bir dənə sağ olsun onun qardaşları. yaxşı ki var. Vallahi yaxşı Yaxşı ki onlar var. var. Uranaqdır. Mən həmişə onlarla fəxrliyirəm. Yəni, nə bilim, heç nə deyə bilmirəm. 4 ili içindədir, mən balam şəhiddir. 4 ili içindədir. Nə bir evim var. Bu yaşımda mən külle oynayıram. Ocaqla oynayıram. Nə bir yolum var, nə bir Qaz külüm yoxdur, var. nə Nə qaz paranın. yox. Niyə qaz çəkilmir ki bəs? Neçə dəfə getmişəm. Siz bir şəhid ailəsiniz, qəhrəman şəhidimizin anasısınız, tək oğul itirmisiniz. Ana tək qalıb bu evdə. Nəyə görə bəs sizin qazınız yoxdur? Ana, özüm də ciyərlərimdə problemim var. Yenə deyirəm, daha yeni girdim, Akboza gedəcəyəm. Mən ancaq külla, odunla əlləşirəm. Odunu hələ 3 dəfə demişəm, hələ gəlib çıxmayıb. Axır bir gələcək. Odun gəl ki, indi gəlsin, mən doğrayım. Bunu yığım ki, qurusun ki, mən yandırım. Yoxdur. Odunu siz mi doğrayasınız Məfqura hanım? Yox, Allah canına dəyməsi, kənsirəti adam uşaq verir, halal olsun. Yəni, səbuhi balama, fəhlələr göndərir, doğrayıb qıdırırlar. Allah köməklər olsun. Allah harda yaxşı Vaxtı insanlar cəmaət var, mənim olur, köməklər Allah olsun. varlasın. Allah vətənpərvər insanlarımızın da sayını çox eləsin. Heç nə deyə bilmirəm. Yəni, ümidi dalında bir kefim istəyən atasını, qardaşımı gözünlə görürsən ki, bayraq ordeni alan uşaqdır. Onun yolu o vəziyyətdə olmalıdır və özünüz də yaxşı görürsün. Mən deməyin ehtiyacı yoxdur ki, ana. Nə deyim? Neyiniyim?
Onu elə belə verməyiblər buna. Deyək, sertifikatı da qabağındadır. Bax, neçə bal toplayıb ki, ora qəbul olub, ona o medalları verilib. O yəni hələ belə üzünə baxıb verməyiblər. 2 dənə müharibə görüb mənim balam, 2 dənə müharibə. Nə deyim? Ümidin adına bir məktəb, bir yer var Heç nə verilməyib. Bir küçə adı da olsa verilməyib. Prezidentimiz yaxşı adamdır. Prosta kurugunda olanlar yaxşı deyil. Kurugunda olanlar yaxşı olsa bizi başa düşərlər. Heç nə yoxdur. Biz bugün Quba şəhərində Həsənov Ümid İlqaroğlu'nun evindəyik. Məğfurə anamıza baş çəkməyə gəlmişik. Allah ruhunu şad eləsin. İnşallah mən inanıram ki, yəni Qubada, məktəblərin birində Ümidin adına bir məktəb adı verərlər, bir yer adı verərlər. İnanıram ki, yəni bu nəzərə alınar. Bayraq ordeni, qəhrəmanlığı, igidliyi, hər bir şeyi Ümid doğrudan da bir qəhrəmandır. Əskər vətən əmanəti, yurd əmanəti. Əskər ocaq əmanəti, od əmanəti.